Hoş gördük sizi əziz izləyicilər. Biz sizinlə çox gözəl bir ayda, yəni həm yazın gəlişi, həm Ramazan bayramı, həm də Novruz bayramı olan mart ayında görüşürük. Ümumiyyətlə, son vaxtlarda, son aylarda, ümumiyyətlə, internet kanallarında, bir çox yerlərdə demək, Novruz bayramı bizim bayramımız deyil, bizim bayramımız Ramazan ayıdır. Bu barədə müxtəlif demək, fikirlər söylənilir, mübahisələr gedir. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün studiyamıza demək, yazıcı, böyük araşdırmacı Rəşad Tahiroğlunu dəvət etmişik. Rəşad müəllim, xoş gördük sizi. Xoş gününüz olsun. Ümumiyyətlə, yəqin siz də bilirsiniz ki, bu Novruz məsələsi ilə bağlı, Novruz bayramı ilə bağlı olaraq belə indinin özündə, ümumiyyətlə əvvəldə çox mübahisələr gedir ki, Ramazan bizim bayramımızdır, Novruz bayramı bizim bayramımız deyil. Bu Novruz sözü hardan meydana gəlib, necə olub? Bəzən bu Novruz bayramı sözünün Novruzu Farsa bağlayırlar, Farsa gedib çıxır. Bax, istəyərdim ki, ilk öncə bu istiqamətdə məsələ aydınlıq gətirəsiniz. Gözəl sualdır, çox sağ olun. Həqiqətən də bugün Azərbaycanda böyük problemlərdən biri də bəlkə bizim milli kimliyimiz məsələsidir və bu milli kimlik məsələsinin üstünə də bizim dindar soydaşların böyük əksəriyyəti Novruz bayramından imtina eləmək istəyir. Onun atributları olan səmənidən, onun boyanmış yumurtalarından, şəkərbura, paxlava və qoğalından imtina eləmək istəyir. Məsələ bundadır ki, Quran əslində bizə keçmişdən inkar edilənəcək bir əmri vermir. Bizə 49 ayəsində deyir ki, əql elə. Və bir çox ayəsində deyir ki, ətrafına bax, görmürsənmi? Yəni, dolayısıyla Quran o kitabın xaricində bütün nələr ki var, ona baxıb öyrənməyi əmr edən bir kitabdır. Yəni, Quranda oxunan, ilk əmr olan iqra sözü əslində oxudur. Amma yalnız Quranı yox, bütün ətrafı oxumalıyıq. Çox təəssüf ki, bu və ya digər formada dindar kəsimin bir hissəsi bizim keçmişimizdən imtina eləməyə çalışır. Və əslində imtina eləməlidirmi? Doğrudan da Novruz bayramı bir zərdüştlük bayramıdırmı? Mən istəyirəm o sualı sevirəm. O da sitayiş. Bəli. Novruz bayramı bir zərdüştlük bayramıdırmı? Oradakı tonqal bir otpərəstlik bayramıdırmı? Qısaca bunu deyim ki, zərdüştlük tamam başqa bir dindir, otpərəstlik tamam fərqli bir dindir. Mövzumuz bu deyil də, bunu geniş formada danışa bilərik. Amma zərdüştlüyün içində zərdüştlər o qədər hörmətlə yanaşır ki, onlar hətta ağzını bağlayaraq oda yaxınlaşır. Lakin biz nə edirik? Biz Novruz tonqalının üstündən atlanıb deyirik, ağırlığım burada qalsın. Yəni, demək ki, nədir? Bu iki fərqli bir yanaşmadır. Bəs ümumiyyətlə, Novruz bayramı nədir? Nəyi təmsil edir? Bir səməninlə biz hansı izləri görə bilərik? Biz elə Quranda deyildiyi kimi, ətrafa bax, görmürsən dediyi əmrinə uyğun olaraq, əslində bir səməniyə baxaraq, onun şəkərburasına, qoğalına, paxlavasına baxaraq, ən az 12 min illik bir tarixi indi canlandıracağıq. Söz təhlil olaraq, səməni sözünə baxası olanda biz görürük ki, dilçilər iddia edir ki, səməni sözü fars sözüdür və toxum mənasına gəlir. Ümumiyyətlə, yəni Hind-Avropa dillərində səmən sözü toxum mənasına gəlir. Novruz sözü Rus sözündən olub, fars dilində olub. Fars dilindən gəlib, səməni sözü yenə eyni ilə fars dilindən gəlib, onda bu bizim necə bayramımız ola bilər? Və bunun arxasında nə durur? Nə durur? Məsələ bundadır ki, səməni sözünün fars dilindən aid olan bir söz olmağını bizə qəbul etdirdikdə və digər o qismdəki bunu inkar etdikdə biz artıq o səmərinin keçmişini belə axtarmağa çalışmayacağıq. Burada iki tərəf var. Və səmənin sözünü biz qəbul eləməyəndə nə olur? Səməni nə vaxt qoyulur? Martın 21-də yaz gələndə. Bunu edənlər niyedir? Çünki əkinçisi olan topluluqlar Martın 21-nin gəldiyini, yəni təbiətin oyandığını, yəni gecə ilə gündüzün bərabərləşdiyini bildiyi günü təyin etməlidir ki, ona uyğun əkinini əkmək üçün toxumu vaxtında əkməlidir, düzəltməlidir ki, növbəti ilə o nəsil sağ qala bilsin. Amma bu səməni sözü fars dilində olubsa demək nədir? Burada əkin edənlər kim olub? Farslar olub
Və bu deməkdir ki, türklər əkinçilik bilməyib, köçəri tayfa olub və bura dolayısıyla 1071-ci ildə Malazgirt savaşında gəlib. Bu məsələnin arxasında duran məsələ budur. Və dolayısıyla əkinçilik edən topluluq o dövr üçün ən üst topluluq idi. Və demək ki, belə çıxır ki, onda bunlar fars idi və bunlar da bu səbəbdən Novruz və Səməni sözünün adını qoyub. Və məsələ elədirmi? Biz baxdıqda həmin o kəslərdən soruşsan ki, Səməni sözü necə yaranıb, onun etimologiyası necədir? Buna cavab verə biləcək bir dilçi yoxdur. Onlar sadəcə olaraq Hind-Avropa dillərində həqiqətində Səmən sözünün olduğunu bilir. Yaxşı, bu söz necə yaranıb? Səməni sözü su və ama, ana sözünün birləşməsindən yaranıb və həyat, törəmək, doğmaq mənasına gəlir. Su sözü ümumiyyətlə ilk dildə və öntürk dilində olduqca vacib sözlərdən olub. Doğmaq, törəmək, canlılıq mənasına gələn söz olub. Məsəl üçün, dilimizdə ştil sözü var. Bəli. Ağacın körpəsinə, fidanına deyilir. Eynən qarıqdalının biz meyvəsinə nə deyirik? Sütül deyirik. Həmin o su ilə tir sözü birləşərək sütür, rının lılasması ilə ştil və sütül sözünü formalaşdırıb. Tir nədir? Biz ağac mənasında türk sözünü əvvəllər olduqca çox işlətmişik. Misal üçün, bir misal var. Orada o tir sözü hələ də yaşayır. Nə deyirik? Öz gözündə tiri görmür, mənim gözümdə tük axtarır. Və ya qorxan birinə nə deyirik? Tir əsir. Əslində nəymiş tir əsmək? Yəni ağac kimi əsir. Çünki biz təbiətdə ağacdan başqa hansısa bir nəsnə əşya görürük. Yox. Demək ki, yəni su canlılığı törəməyi bildirir. Və su ama sözündən biz Səməni sözünü formalaşdırmışıq ilk dildə. Və su ama sözünün tərs kombinasiyasından biz mas sözünü formalaşdırmışıq. Bu mas sözündən biz nələri görə bilərik? Gəlin, sizə mən onu bu cədvəldə göstərim. Su ama sözündən Səməni sözü var, sümük sözü var, saman sözü var. İndi fikir verin. Səməni sözü fars dilindədir, amma bütün dilçilər qəbul edir ki, saman sözü türk dilindədir. Saman nədir? Otun qurudulmuşuna deyilir. Və bu otun qurudulmuşu da nədir? Yenidən o heyvanlara verilən hissədir. Demək ki, biz Səməni sözünü bilməliyik ki, onun da qurudulmuşuna flektiv qaydada saiti dəyişərək saman sözünü deyək. Və sümük sözü var. Və dilçilər deyir ki, bəli, Azərbaycan türkləri sümüyü kəmik mənasında deyir. Bildiyimiz kimi, Türkiyə türkləri üzr istəyirəm, sümük dedikdə burundan axan sirkə deyir bunu. Və özləri də yazır ki, kitablarında, çox qəribə olsa da, Azərbaycan türkləri sümüyü kəmik mənasında deyir və bunun etimoloji deyir, təhlilini biz tapa bilmirik. Əslində sümük, canlılıq, yaratma deməkdir və kəmik sözü ilə eyni kökdəndir. Türklərin bu günü burun çirkin mənasında dediyi sümük sözü isə sümürmək sözündən formalaşıb, yəni axıntı mənasına gəlir. Və indi fikir verək. Həmin o Səməni sözündəki kökdən biz həm də şam sözünü görürük. Eynən şam nədir? Bizim ağaca dediyimiz şam. Yaşıldır və biz onu dekabrın 21-də bəziyirik. Bunu dekabr ayında inşallah qismət olsa görüşsək, onda danışarıq. Yeni il nədir? Nardoğan bayramı nədir? Bu haqda danışarıq. Amma su ama sözünü fikir verin. Tərsindən biz nə sözünün formalaşdığını görürük? Mas sözü. Mas sözü ilk dildə canlılıq mənasına gəlib. Mas sözündə sının tılaşmasıyla mat sözü formalaşır. Rus dilini bilirsiniz. Anaya nə deyilir Rus dilində? Mat. Mama və ya mat. Qəribə olsa da o yekəlikdə nəhəng Rusiya və onun xalqı və onun dilçiləri mat sözünün necə formalaşdığını bilmir. Və iddia olunur ki, ola bilsin ki, bu təhqir mənasında mat tvoyo sözündən formalaşıb. Əslində isə mat sözü sən demə nə imiş? Ana deməkdir. Həmin mas sözündə mının nılaşmasına mının keçidi var. İlk dildə mını bir kök olub, daha sonra nı səsi yaranıb. Biz dil kökündən danışdıqda bunu geniş izahını verərəm. Demək, Nisa sözü formalaşır. Quranı mən bildiyim qədərilə yaxşı bilirsiniz. Qadın surəsi. Nisa nə deməkdir? Qadın surəsi. Qadın surəsi ana. Demək, həmin o ərəbdə olan Nisa sözü qadın deməkdir. Orada saitin dəyişməsindən insan sözü o kökdəndir. Demək nə imiş? Nisa törədəndir. İnsan isə törəyən deməkdir. Və həmin orada mat sözündə
T-nın yılaşmasından umay sözü formalaşır. Umay nədir? Türk tanrı dillərində doğmuş qadın, doğan qadın, törəyən qadın və bəzi dilçilərin iddia etdiyinə görə isə ilahədir, tanrıça deməkdir. Bu haqda da yenə qarşıda ayrı danışarıq, lakin umay türk dilində ana doğan deməkdir. Onun ilahə formasında sifətə çevrilməyi tam fərqli bir məsələdir. İndi fikir verək. Həmin o umayda u səsinin düşməyi ilə may sözü də Yunanlarda bərəkət tanrıçasıdır. Fikir verin. May nə vaxt baş verir? May əslində, yəni qədimlər indi biz 3 ayı bölmüşük də, yəni mart, aprel, may. Yəni o dövrdəki bu 3 ay eyni dönəmdir. Bu 3 aydakı dönəmə fikir verin. Yunanlar bir hissəsinə may deyib. Və indi fikir verək. Burada bax gördüyünüz kimi göstərmişəm. Ninsu Bilqamisin anasının adıdır. Yəni Bilqamis Şumer dastanlarında əsərin dastanın əsas qəhrəmanı, onun anasının adı Ninsudur. Yəni əslində nəymiş? Bu Ninsu əsas ana deməkmiş. Və fikir verin. Bir də biz Türkiyə türklərində bu günü aprel ayına Nisan dediyini bilirik. Nisan. Nisan Şumerlərdə mart ayına deyilən addır. Nisa surəsi də var Quranda. Bəli. Demək bu nədir? Yəni buradan biz bir səməni sözündən bu sözün su ama və onun tərs kombinasiyasının ana, törəyən, doğan mənasına gələn sözlər olduğunu görürük. Yəni dolayısıyla ilk insanlar martın 21-də hər hansısa bir tanrıya, bütə istayiş eləməyib. Martın 21-də günəşin yenidən gecə ilə bərabərləşdiyini və artıq günəşin gündüzün uzanacağını bilməyi vacib idi. Və buradakı daha sonraki dönəmlərdə fikir verin. Bizdə səməni kimi qalır, Ruslarda mat ana kimi qalır, amma Yunanlar onu nəyə çevirir? Bərəkət tanrıçasına çevirir. Yəni dolayısıyla bütləşdirilmə doğru informasiyadan səhvə doğru baş vermiş bir məsələdir. Rəşad, maraqlı bir cəhət var. Yəni mən fikirləşirəm ki, bu demək Novruz bayramında çərşənbə deyirik də. O çərşənbəsi, torpaq çərşənbəsi, su çərşənbəsi, yel çərşənbəsi. Bunlar hansı inanclara söykənir? Necə meydana gəlib bu? Sual üçün bir daha təşəkkür edirəm, Diyanət bəy. Bizdə çərşənbələrin ümumiyyətlə yeri bəzi mənbələrə görə dəyişir. Amma bu təhlillərdən biz müəyyənləşdirə bilərik ki, ilk çərşənbə su çərşənbəsidir. Su çərşənbəsində biz nə edirik? Demək, suya buğdanı qoyaraq onu cücərdirik və fikir verin. Növbəti yel və torpaq çərşənbəsi baş verir və mütləq sonuncu çərşənbə ot çərşənbəsidir. Niyə ot çərşənbəsidir? Biz bunun izini necə görə bilərik? Bir zəhmət baxın buna. Bu Şumerlərdə İnnanna və Tamuzi dastanıdır. Tamuzi günəşə verilən addır. İnnanna isə bizim dilimizdə hələ də var. Sadəcə olaraq felektiv dəyişiklik var. Nənə. Fikir verin. Bu da Şumerlərdə İnnannanın heykəlidir. Əlində suyu görürsünüz, su qabı. Su İnnanna, yəni su nənə. Su nənə nə oldu? Səməni sözünü formalaşdırdı. Biz bunun, yəni səməni sözünün arxeoloji belə izini görə bilirik. Bu da umaydır. Türklərdə yenə qadındır və əlində qabdır, sudur. Demək ki, burada nə baş verir? Səməni qoyulur birinci çərşənbədə, növbəti sonuncu çərşənbədə, ot çərşənbəsində İnnanla, yəni nənə, yəni yer, günəş ilə, yəni Tamuz ilə qovuşur. Tamuzi deyə bilərsiniz nədir? Tamuzi dan üzü deməkdir. Yəni martın 21-də günəş, yəni dan neynir? Əsl üzünü göstərir. Yenidən qızır, təbiəti oyadır. Amma ondan əvvəlki dönəmdəki dan nədir? Əsl üzünü göstərmir, o soyuqdur, təbiəti canlandıra bilmir. Yəni dolayısıyla insanlar günəş ilə yeri Şumerlərdə nənə və dan kimi simvollaşdırıb, daha sonra bu informasiya saptırılaraq iki ilahiyyət çevrilib. Və ya bunu biz qəsdən fərqli sifətlər kimi oxuyuruq. Bugün tarixi doğru oxumuruq. Bu da araşdırılmalıdır. Çünki əslində təbiəti oyadan, günəşi var edən də yenə kimdir? Tanrıdır və Tanrının sifətidir. İndi orada Şumerlər Tanrının sifəti mənasında Tamuzi mi deyib? Yoxsa fərqli bir Tanrı mı deyib? Nənə yeri mi deyib? Yoxsa fərqli bir Tanrını mı deyib? Bu araşdırılmalıdır. Və indi fikir verin. Bu Göbəkli təpədə
tapılan iki daşdır. Bax, 12 daşın ortasında iki daş. Bax, bu iki daş əslində İnnanna və Tamuzini təmsil edir. Təmsil edir. Rəşad, çox maraqlıdır. Yəni ümumiyyətlə Novruz bayramı ilə bağlı çox belə mən belə fikirləşirəm ki, bəzən mübahisələr, qaranlıq məqamlar olur. Ümumiyyətlə mən bilmək istəyirəm, Novruz bayramı bizim bayramımızdırmı? Gözəl sualdır. Novruz bayramı bizim mi bayramdır, yoxsa deyildiyi kimi farslarındır? Bəli. Bax, bu xonçaya bir zəhmət baxar. Bəli. Bu xonçada bax, fikir verirsiniz, yumurtalar var, Bəli. qoğal var, şəkərbura var və paxlava var. Bəli. Bir zəhmət baxın, görün Farsın hansısa ərazisində bu içkini varmı? Heç İranlılar ümumiyyətlə, yəni bu Azərbaycanda yaşayan Azərbaycanlılar belə qoğalın nə olduğunu bilmir. Paxlavanın, şəkərburanın nə olduğunu bilmir. Çünki ona Farsların təsirində qaldığından unutturulubdur. İndi bir də bir zəhmət baba bu rəsmə baxın. Fikir verirsinizmi? Ay, üstündə dairə günəş, ortasında nöqtə. Bu həmin baba Göbəkli təpədə tapılan simvoldur. 12 min il yaşı var. İndi fikir verirsiniz, yan-yana qoymuşuq. Ay əvəzinə şəkərbura, dairə əvəzinə qoğal və fikir verin, dairənin ortasında nöqtə qoyaraq biz ulduzu göstəririk. Fikir verin, biz paxlavanın mütləq ortasına nə qoyuruq? Fındıq qoyuruq. O fındıq qoyularaq yenə bu simvolu göstəririk. Yəni 12 min illik bir qan yaddaşıdır. İndi fikir verin. Bu da eyni ilə Göbəkli təpədə bir quş əlində yumru var. Bu yumrunun nə olduğunu heç kim bilmir. Fərqli şeylər deyilir. Bu yumru nədir? Bugün bizim qoyduğumuz, rənglədiyimiz yumurtalardır. İndi fikir verin. Bu da nədir? Artıq türklərdə daş babaların bəzilərinin əlində quş var. Bu quş nədir? Biz nə deyirik? Filankəs öləndə deyirik uçmağa vardı. Qədim türkçədə. Bəli. Uşaqlara nə deyirdik biz? Uşaq deyəndə ki, mən necə doğulmuşam, dünyaya necə gəlmişəm, nə deyirik? Səni Hacı Leylək gətirdi. Bəli. Hacı Leyləyin tarixinə baxırsan, 12 min ildir. 12 min. Və dolayısıyla demək ki, bu bayram tam 12 min ildir ən az arxeoloji izlərlə biz görürük var və bunu yaşadan xalq bizik. Tamlığı ilə yaşadan. Yəni bayram bizimdir, bizə aid. Fərqli bayram, amma bu tək türklərə və sırf Azərbaycan türklərinə aid deyil. Bax, Paska bayramıdır. Elə onu istəyirəm burada deyəm ki, Paska bayramı. Paska bayramında da eynən yumurta var, şirini var. Sadəcə olaraq onlarda yalnız qoğal formasında şirini qalıb, paxlava şəkərbura unudulub. Daha sonra bunu İsa Peyğəmbərlə sintez ediblər. Bunu ayrı geniş danışa bilərik. Və bir də bir şey deyim. Bu da mənim nəsil xalçamdır. Və fikir verirsinizsə, bu yenə Göbəkli təpədə aşağı M formasında işarə, yuxarı M formasında olan işarədir. Və fikir verin, bu xalçanın sağı boyun, yuxarı aşağı M formasında olan simvollar davam edir. Eyni ilə ortadakı iki xonça var. Yəni dolayısıyla bu bayram 12 min ildir var olan bir bayramdır və bunun bütün izlərini yaşadan türk xalqıdır. Səmənisi ilə, xonçasındakı şəkərburası, qoğalı, paxlavası ilə, yumurtası ilə. Və bu yüzden namaz qılan namazını qılsın, Allah'a inanan Allah'ına inansın. Bu Allah'ın dediği kimi 12 min ildən üzü bugüne var olan bir bayramımızdır, təbiət bayramıdır və biz bundan imtina eləməklə əslində Allahın sünnətullahına inkar eləmiş olarıq və Novruz sözü də deyildiyi kimi Nove Ruz olaraq yeni gün deməkdir, eni, qor, as deməkdir. Eni yeni sözünün köküdür, qor günəş deməkdir. Biz o qor sözündən xoruz sözünü formalaşdırmışıq. Qoru səsləyəndən xoruz sözünə çevirmişik. Xoruz nə edir səhərlər? Banlayır. Yəni ki, günəşin çıxdığını deyir. Və eni, qor, as da işıq sözünün, isti sözünün köküdür. Yəni, yenidən qorun isinməsi. Martın 21-də yeni gün mü baş verir, yoxsa günəş yenidən canlanırmı? Yəni, dolayısıyla Novruz sözünü bu və ya digər formada qəsdən təhrifə uğradılaraq Novruz kimi bizə gəlib çatıb. Bunun səbəbi nədir? Bunun səbəbi biz Səlcuqlu dönəmindən uzun bu günə qədər Səlcuqlular, Osmanlı, Səfəvilər dönəmində öz türk yazımızdan imtina etmişik. Bədii əsərləri əsasən fars dilində, dini əsərləri ərəb dilində yazmışıq. Və bu yüzden də biz o dövrdəki bu 1000 il ərzində
o yazılarda artıq sözlər hamısı fars boğazı ilə təhrif olunur. Tərif olunur. Yazıda gəz düzülsəm söhbətimiz davam edəcək. Nizamini Fars şairi adlandırırlar Farsda. Bəli. Bizim şairimiz. Fars adlandırırdı. Bəli. Atatürk dövründə iki tədqiqat qurumu qurulub. Biri Türk dili tədqiqat qurumu, biri Türk tarixi tədqiqat qurumu. Çox əfsus ki, Atatürkün vəfatından sonra onun qurduğu bu qurumlar dırnaqarası baxılıb, onun öz türkçüləşdirmə siyasəti dırnaqarası baxılıb, hətta bir çox alim danışdıqda belə onu müdafiə eləməyə çalışan alimlər belə axırda son anda belə bir hal yaradır ki, dəyməyin də olubdur da belə bir səhv olub. Təxminən belə bir hal yaradır. Atatürk nəyə çalışırdı? Atatürk çalışırdı ki, biz son 1000 ildə öz dilimizi diriltməmişiksə, o 1000 illik dönəmdə fars dilinə, ərəb dilinə xidmət eləmişiksə, indi heç olmasa bu 1000 ili gəlin aynı şok ilə öz dilimizə həyata keçirək. Çox təəssüf ki, bu tamamlanmayıb və biz bu səbəbdən də yenə deyirəm, niyə biz Eni Qorası Novruz kimi oxuyuruq? Çünki Səlcuqlu artıq yazışmasında türk dilindən imtina eləyib. Nəhəng Osmanlı imtina eləyib. Səfəvilər imtina eləyib. Qacarlar imtina eləyib. Yaxşı bir dil necə var olmalıdır? Bu da Allahın lütfüdür ki, Tanrının lütfüdür ki, demək bu 1000 il ərzində özümüzdən imtina elədiyimiz halda bu qədər izlərlə biz günümüzə gəlib çıxmışıq, yaşamışıq. Mən çox mənlə başa düşürəm ki, yəni bu barədə də ayrıca bir kitab yazmaq lazımdır. Çünki yenə deyirəm, Novruz bayramının bizim bayram olması ilə bağlı çox deyək ki, müəyyən insanlar arasında mübahisələr yaranır. Məncə belə bir kitabın hazırlanması daha yaxşı olar, daha oxusunlar, təhlilləsinlər. Təbii ki, dil kökənində bu haqda bir xeyli yazmışam, geniş. Amma tanrılar, Tanrı izlərindən bağlı ayrı bir kitab var. Çox təəssüf ki, onu yazıb çap eləməyə zaman lazımdır, yetişə bilmirəm. Amma yəni ilk məqalələri dilin kökənində vermişəm. Novruz bayramı ki, bu ayki Novruz bayramı eyni zamanda olacaq. Bilirsiniz ki, növbəti 2-ci gün ayın 19-un sonuncu çərşənbədir. Ondan sonra 21-i bəzən belə yeni il gəlir, yəni köhnə il, yeni il belə bir əvəzləmə bir-birini, yəni Novruzda belə deyir. Yəni sizin bu barədə bir müraciətiniz, təbrikləriniz, sözünüz bir mütəxəssis olaraq. İlk öncə onu deyim ki, əslində tarixdə bütün millətlər yeni ili martdan hesablayıb. Hətta Roma belə əvvəllər yeni ili martdan hesablayıb. Məsəl üçün dekabr ayı deyirik. Dekabr indi hansı aydır? 12-ci aydır, elə deyilmi? Dekabr əslində dekta sözündən götürülüb, latın dilində 10 sözü deməkdir. Yəni 10-cu ay deyil. 10-cu ay. İndi martdan götürəndə gəlir düşür 10-cu aya, fevraldan sayıldığına görə indi amma 12-yə düşür. Yəni dolayısıyla qədimdə də əslində tarix yeni ilin hesablanması martdan olur. Mən sadəcə olaraq xalqımı qarşıdan gələn Novruz bayramı münasibəti ilə, Ramazan bayramı münasibəti ilə təbrik edirəm və demək istəyirəm ki, bizim dinimizin, İslamın Novruz bayramı ilə ziddiyyəti yoxdur. Bu bizim 12 min ildən gələn bir bayramımızdır, bahar bayramıdır. Bunun hər hansısa otpərəstlik və zərdüştlüyə adiyyəti yoxdur. Vaxt olsa zərdüştlük haqqında, otpərəstlik haqqında ayrıca danışarıq. Amma yəni zərdüştlüyün məsələsinin özündə də çox gizli məqamlar var. Amma Quranın özündə belə deyilir ki, zərdüştlər orada Sabiyan olaraq əsasən keçir və o deyir ki, Xristiyanlardan, Yahudilərdən və Səbiyanilərdən doğru yolda olanlar cənnətə gedəcək. Yəni, dolayısıyla bu məsələlərdə sadəcə olaraq əgər biz namaz qılırıq və ya bir dinə qəbul etmişiksə, digər məsələləri imtina eləməyə tələsməyək. Bu bizim 12 min illik ən azı bayramımızdır və bu Tanrının sünnətullahıdır. Yəni, baharın yenidən gəlməsi kimin sünnətullahıdır? Allahın. Burada da keçirilən yalnız baharın gəlişidir. Bayramınız mübarək. Sağ olun, sağlıqla qalın. Mən də ümumiyyətlə Zəngəzur TV-nin yaradıcı heyətini bu gözəl bayramlar münasibətlə təbrik edirəm. Günümüz uğurlu olsun. Amin. Və hər bir işimiz Allah qarşısında uğurlu olsun. Amin.